Salam dəyərli izləyicilər, dəyərli futbol sevərlər, hər birinizi xoş gördük. Qarabağ komandasının playoff mərhələsindəki potensial rəqibləri kimlər olacaq? Püşkatma nə vaxt atılacaq və playoff mərhələsində hansı komandalar iştirak edəcək? Qarabağ son turdan sonra hansı nəticəni göstərəcək və playoff mərhələsinə liqa cədvəlində neçənci yeri tutmaqla gedəcək və rəqibi kim olacaq? Bu barədə bir çox araşdırmalar aparıb sizlərə müfəssəl məlumatlar çatdıracağam. Bax, bu dəftər dolusu, bu kitab dolusu, belə deyək, məlumatlar var, amma mən onları cəmləşdirib ümumi şəkildə sizin nəzərinizə çatdıracağam. Və arxayınlıqla, əminliklə deyə bilərəm ki, burada alacağınız məlumatları heç bir kanalda ala bilməyəcəksiniz. Çünki heç kim 2 gün, 3 gün vaxt sərf edib bu məlumatları toplayıb ümumi bir nəticə çıxardıb sizlərə təqdim etməyəcək. Ona görə də videonu sona qədər izləməyi tövsiyə edirəm. Düşünürəm ki, qrafik şəkildə təqdim edəcəyimiz bəzi məlumatlar, həmçinin cədvəl əsasında təqdim edəcəyim məlumatlar sizlər üçün önəmli olacaq. Fikirlərinizi şərhlər bölümündə yazın, kanala abunə deyilsinizsə abunə olub bildirişləri açıq tutun. Dostlarınıza da videomuzu və kanalımızı önərməyi tövsiyə edirəm. Mən isə məlumatlara keçid alım. Dəyərli dostlar, bildiyiniz kimi Qarabağ komandası Çempionlar Liqasının liqa mərhələsinin sonuncu turunda Liverpool səfərinə yola düşəcək. 28 yanvardan 29 yanvara keçən gecə saat 12:00-da bu oyun start götürəcək və Enfield stadionunda baş tutacaq bu maç Çempionlar Liqasının liqa mərhələsinin son turu olacaq. Üzr istəyirəm. Qarabağ komandası bu görüşdə əgər 1 və ya 3 xal qazanarsa heç şübhəsiz ki, playoff mərhələsinə yüksələcək. Amma məğlub olacağı halda belə playoff mərhələsinə düşəcəyinə şübhə etmirəm. Çünki bir möcüzə olmalıdır ki, Qarabağ komandası playoffdan kənarda qalsın. Bunun üçün belə deyək, bir 10 oyunda zəif komandaların güclü komandaları məğlub etməsi lazımdır ki, bu da mümkün görünmür indiki hal üçün. Əgər Allahın bir möcüzəsi olmasa bu baş verməyəcək. Dəyərli izləyicilər, beləliklə Qarabağ komandasının playoff mərhələsinə yüksələcəyini nəzərə alaraq playoff mərhələsində Qarabağ kimlərlə rəqib olacaq? Çünki tez-tez suallar verdilər mənə ki, Qarabağın potensial rəqibləri kimdir, kimlə rəqib ola bilər? Mən də Qarabağ komandasının potensial rəqiblərini və bir sıra digər maraqlı, vacib məlumatları sizin nəzərinizə çatdıracağam. Dəyərli dostlar, deməli, qrafik şəkildə bəzi məlumatlar sizin nəzərinizə çatdıracaq, amma ondan öncə sizin nəzərinizə bax, bu cədvəli göstərmək, çatdırmaq istəyirəm. Bildiyiniz kimi Arsenal komandası hal-hazırda liderdir. Bayern Münhen, Real Madrid, Liverpool, Tottenham, PSG, Newcastle və Chelsea ilk 8-likdə yer alıb. 9-cu yerdə Barcelona var və dəyərli dostlar, gördüyünüz kimi yaşıl, açıq yaşıl rəngdə göstərilən sıralar, yəni 9-24-cü yerlər məhz playoff mərhələsində iştirak edəcəklər. 7 turdan sonra məhz 9-24-cü yerdə bu komandalar yer alıblar. Amma dəyərli dostlar, bir də 8-ci tur var. Ekranda hal-hazırda görürsünüz. Bax, mavi ulduzla işarələdiyim oyunlar bizim üçün çox önəmlidir. Çünki bu oyunların nəticələri bizim liqa cədvəlindəki yerimizə təsir edəcək. Bunlar hansılardır? Ajax Olympiakos qarşılaşması. Burada Olympiakosa görə, Olympiakos əgər qalib gəlirsə Qarabağa keçə bilər. Monaco Juventus qarşılaşması. Monaco qalib gələrsə Juventusa Qarabağa keçə bilər. Atletik Klub Sporting. Atletik Klub Sportingi məğlub edərsə Qarabağa keçə bilər. Barcelona Kopenhagen görüşündə Kopenhagen Barcelonanı məğlub edilərsə Qarabağa keçə bilər. Bayer Leverkusen Villarreal qarşılaşmasında Bayer Leverkusen Villarrealı məğlub edərsə Qarabağa keçə bilər. Klub Brügge Marsel oyununda hansı komanda qalib gəlsə Qarabağa keçəcək, heç isə olduğu halda isə Marsel Qarabağa keçəcək. Napoli Chelsea qarşılaşmasında Napoli Chelsea-ni məğlub eləsə Qarabağa keçə bilər. PSV Bayern Münhen oyununda PSV Bavariyanı məğlub eləsə Qarabağı keçə bilər. Burada onu da nəzərinizə çatdırım ki, Bayer Leverkusen heç də etsə Qarabağı keçəcək çox güman ki. Marsel və Qarabağdan sonra hal-hazırda Qarabağ gördüyünüz kimi deməli 18-ci yerdədir. Ondan sonra Marsel, Bayer Leverkusen var. Bu iki komanda hətta heç eləsə, çünki onların 9 xalı var və heç eləsə də xalları ona çatacaq və Qarabağ Liverpoola məğlub olduğu halda Qarabağa keçəcəklər.
Mən ən pis ssenari üzərindən gedirəm. Yəni Qarabağ nəzərə alsaq ki, çox çətin rəqiblə qarşılaşır və bütün beynəlxalq kontorlar Qarabağın məğlub olacağını deyirlər. Biz də Qarabağın heç hissəsizlə və yaxud qələbə qazanacağına müəyyən qədər inanırıq, amma təbii ki, rəqibimiz çox güclüdür və öz meydanında Enfielddə Qarabağ qonaq edəcək. Çətin olacaq. 1 milyarddan yuxarı dəyəri olan bir komandadır. Dünyanın ən bahalı heyətlərindən birinə qarşı mübarizə aparacaq. Təbii ki, Chelsea'dən, Bakıdan xal ala bildik, amma səfərdə Liverpooldan xal ala biləcəyimi? Bax, bunu görəcəyik. Amma hər halda biz ən pis variant üzrə bir analiz apardıq və Qarabağın rəqibləri kimlər olacaq, onu sizin nəzərinizə çatdıracaq. Ondan öncə playoffla bağlı bəzi qaydaları sizin nəzərinizə çatdırım. İlk öncə onu qeyd edim ki, cədvəldə 9, yəni 8 tur bitəndən sonra 9-24-cü yeri tutan komandalar 24-cü yeri tutan komandalar, yəni bu indiki hal üçün Barcelonadan Olympiakosa qədər olan komandalar playoffda iştirak edəcəklər. İlk 9-16-cı yeri tutan komandalar belə deyək, sonraki 17-24-cü yer tutan komandalarla qarşılaşacaqlar, amma qarşılaşmanın qaydaları necədir, bunu sizlərə izah edəcəm. İlk öncə qeyd edim ki, playoff mərhələsində püşkatması İsveçrənin Nyon şəhərində keçiriləcək və 30 yanvar tarixində bu canlı yayımda sizlərə təqdim olunacaq kanalımızda. Ona görə kanalımıza indidən abunə olun, bildirişlər açıqdır, çünki yalnız abunəçilərimiz üçün bunu edəcəyik. Dəyərli dostlar, sıralamada belə bir qayda olacaq. Mən bir daha ekrana gətirəm. Gördüyünüz kimi, məsələn, 9-cu yerdə Barcelona hal-hazırda, 10-cu yerdə Sportingdir. 9-10-cu yerdə olan komandaların adı bir səbətə qoyulacaq. 23-24-cü yerin adı olan şarlarsa başqa bir səbətə qoyulacaq və buradan indi qrafik üzərindən izah edeyim, dəyərli dostlar. Üzr istəyirəm. Baxın, burada məsələn, aşağıda diqqətlə baxın. Məsələn, yuxarıda yazıb 21-22-ci yerlər qarşılaşacaq 11-12-ci yerlərlə. 19-20-ci yerlər 13-14-cü yerlərlə. Bu şəkildə, yəni, bir qədər öncə də qeyd etdiyim kimi, bax bu cədvəldə 9-10-cu yer tutan komandalar qarşılaşacaq 23-24-cü yer tutan komandalarla. İndi 9-23 ilə mi, yoxsa 24 ilə düşəcək, 10-23 ilə mi, yoxsa 24 ilə düşəcək, bu püşkatmada bəlli olacaq, dəyərli dostlar. Və beləliklə, qayda yəqin ki, sizlərə aydındır. Onu qeyd edim ki, bu turdan etibarən eyni assosiasiyada oynayan komandalar bir-birinə qarşı oynaya biləcəklər. Liqa mərhələsinə qədər eyni çempionatda, məsələn, tutaq ki, İtaliyanın iki klubu bir-birinə rəqib ola bilməzdi. Amma bu mərhələdən sonra artıq eyni assosiasiyada oynayan komandalar belə bir-birinə rəqib ola biləcəklər. Və beləliklə, digər bir məqamda sizin nəzərinizə çatdırım. Məsələn, liqa mərhələsində bizim rəqibimiz Qarabağın rəqibi olub, məsələn, Chelsea komandası. Biz playoff mərhələsində və daha sonraki mərhələlərdə yenidən Chelsea ilə qarşılaşa bilərik. Yəni, əvvəlki turlarda qayda belə idi ki, məsələn, ikinci turda belə deyək, seçim mərhələsində bir komanda ilə qarşılaşmışsa, üçüncüdə bundan qarşılaşa bilməzdi və yaxud liqa mərhələsində qarşılaşa bilməzdi. Amma bundan sonraki mərhələlərdə bu baş verə bilər. Yəni, liqa mərhələsində qarşılaşdığımız istənilən klubla sonraki mərhələdə də qarşılaşa bilərik. Hər iki komandaya növbəti mərhələyə çıxarsa. Məsələn, tutaq ki, Liverpoolla son turda oynayacağıq. Növbəti turda indi Liverpool birbaşa 8-də 1-ə qalxacaq, çox güman ki. 8-də 1-ə Qarabağda qalxsa, orada Liverpoolla qarşılaşa bilər. Yəni, burada bir problem olmayacaq. Playoff oyunları 17-18 fevral və 24-25 fevral tarixində keçiriləcək. Əgər bir komanda 17 fevral tarixində ilk oyununu keçiribsə, cavab qarşılaşmasını 24-ü yox, 25-i keçirəcək. Yəni, Çərşənbə axşamı ilk oyunu keçirənlər cavab qarşılaşmaları növbəti həftə çərşənbə günü keçirirlər. Amma çərşənbə günü ilk qarşılaşmasını keçirənlər isə növbəti həftə çərşənbə axşamı keçirəcəklər. Yəni, ikinci gün keçirənlər cavab qarşılaşmasını üçüncü gün keçirəcəklər növbəti həftə.
birinci ilk oyununu, həftənin 3-cü günü keçirənlər isə cavab qarşılaşmasını növbəti həftənin 2-ci günü keçirəcəklər. Bu da yəqin ki, aydındır sizlərə, dəyərli dostlar. Bəzi komandalar məsələn eyni stadiondan istifadə edirlər. Məsələn, İtaliya misalında göstərək, Inter Milan və Milan komandaları eyni stadiondan istifadə edirlər. Əgər bu komandaların oyunları eyni günə, eyni saata düşərsə, o zaman UEFA-nın deməli oyun saatları və stadionlarla bağlı qərar verən komitəsi var ki, onlar qərarlaşdıracaqlar ki, məsələn, Milanın oyunu bir gün sonraya keçirsinlər. Inter Milanın oyunu məsələn 2-ci günə qalsın, Milanın oyunu isə 3-cü gün keçirilsin. Və yaxud eyni şəhərdə baş tutur. Məsələn, Atletico Madridin oyunu, Real Madridin oyunu tutaq ki, eyni şəhərdə baş tutur. O zaman qərar verilə bilər ki, bir komandanın oyunu digər günə və yaxud digər saata keçirilsin. Yəni bunlar baş verə bilər. Bunlar şəhərdə belə deyək, gərginliyin yaranmaması məqsədi ilə. Yəni çünki bir oyun keçirilirsə orada 60-70 min tutaq ki, izləyici gəlir. Orada müəyyən güc strukturları mühafizə edirlər, qoruyurlar. Ona görə təhlükəsizlik düzgün təmin olunması üçün bir şəhərdə 2 və daha çox oyunun eyni vaxtda keçirilməsi məqsədə uyğun sayılmır. Bəzən oyunların saatı dəyişdirilir. Bu da öz yerində. Deməli, play-offdakı 2 oyunun nəticəsinə görə, məsələn, tutaq ki, növbəti mərhələdə, tutaq ki, play-off mərhələsində Qarabağ düşüb Chelsea komandası ilə. Chelsea xalına görə Qarabağdan öndədirsə, o zaman ev oyununu birinci Chelsea-nin meydanında keçirəcək. Cavab oyunu isə Qarabağın meydanında baş tutacaq. Və 2 oyunun nəticəsinə görə qalib gələn komanda növbəti mərhələyə yüksəlir. Bildiyiniz kimi artıq səfər qolu önəm daşımır. Ümumi 2 oyunun nəticəsinə görə vurulub buraxılan qolların sayı önəm daşıyır. Bir də təbii ki, əgər bunlar eyni olarsa əlavə vaxt oynanılacaq, daha sonra penaltılar seriyasına gedir. Dəyərli dostlar, qeyd etdiyimiz kimi play-off'un püşkatması 30 yanvar tarixində baş tutacaq. 8-də 1 final mərhələsinin püşkatması isə play-offda qalib gələnə 8-də 1-ə çıxır və 8-də 1-in püşkatması isə 27 fevral tarixində keçiriləcək. Həmçinin 4-də 1 və yarım finalın deməli püşkatmaları da həmin tarixdə baş tutacaq. Qaldı ki, 4-də 1 və yarım finalın püşkatmaları da həmin tarixdə keçirilir. Bunu çatdırdım sizin nəzərinizə. 4-də 1 finalın oyunları 7-8 və 14-15 apreldə keçiriləcək. Yarım finalın oyunları isə 28-29 aprel və 5-6 mayda keçiriləcək. Final matçı isə 30 mayda Budapeştdə, Macaristanda baş tutacaq dəyərli dostlar. Bu ümumi məlumatları sizin nəzərinizə çatdırdıq. İndi gələk Qarabağın bax cədvələ diqqət yetirək dəyərli dostlar. Deməli cədvəldə Qarabağdan sonraki komandalara bir baxaq. Hansı komandalar Qarabağa keçə bilər? Qarabağın neçə xalı var? 10 xalı var. Deməli Qarabağa keçmək üçün komandanın ən azı indi 7 xal olmalıdır ki, 10 xal, ən azı 10 xala çatıb Qarabağa keçmək ehtimalı olsun. Deməli bu aşağıda gördüyünüz 1 xal, 3 xal, 4 xal, 6 xal toplayan komandaların heç biri Qarabağı keçə bilməyəcək. Gəlirik, bax bu 7 xaldan saxlayırıq. Deməli, Klub Brüggenin 7 xalı var. Marsellə oynayacaq. Marsellə udduğu halda Qarabağa keçə bilər, amma ehtimal azdır ki, Marsel udsun. Udsa Marsel Qarabağa keçə bilməyəcək. Amma sol tərəfdə, dəyərli dostlar, sizə görə sağ tərəf düşür, səhv eləmirəmsə, oyunları görürsünüz, hansı oyunlar başlayacaq 8-ci turda. Marsellə Qarabağ, üzr istəyirəm. Marsellə Brügge qarşılaşacaq. Bircə dəqiqə, bax burada. Ulduzladığım oyunu görürsünüz burada dəyərli dostlar. Klub Brügge Marsellə qarşılaşacaq. Bu iki komandanın oyunun nəticəsinə asılı olmayaraq biri Qarabağa keçəcək və buna görə Qarabağ komandası mütləq bir pillə geriləyəcək. Marsel qalib gəlsə xalını deməli eləcək 12, yenə Qarabağa keçmiş olur əgər Qarabağ qalib gəlməsə. Brüggenin 7 xalı var. Qalib gəlsə top fərqinə görə Qarabağdan daha yaxşı vəziyyətdədir deyə Qarabağ komandasını keçəcək və istənilən halda bunlardan hətta heç olsa Marsel yenə Qarabağı keçəcək. Ona görə bu oyunun nəticəsi nə olursa olsun biri Qarabağa keçəcək və Qarabağ bu oyunun nəticəsinə görə bir pillə geriləyəcək.
Sonra baxırıq Qarabağdan sonra kim var? Qarabağdan sonra dəyərli dostlar, burada gördüyünüz kimi Bayer Leverkusen var. Bayer Leverkusenin 9 xalı var və Villarreal-la oynayacaq. Villarreal-la Villarreal heç bir xal lazım deyil. Bax, cədvəlin sonuna baxın, 35-ci yerdədir dəyərli dostlar. Və ona görə də düşünmürəm ki, Villarreal qələbə qazanmaq üçün belə gərgin mübarizə aparacaq. Amma Bayer Leverkusenə xal vacibdir. Çünki xal qazanıb play-offda qalmaq istəyir. Əgər məğlub olsa, bu belə deyil, qala bilməz. Amma heç-heçə də edə bilər ki, heç-heçə də onu play-offda saxlayır. Amma 12 xal qazansa, bəlkə 16-lığa düşmə ehtimalı da olar deyə qələbə qazanacaq. Dəyərli dostlar, belə görünür ki, Bayer Leverkusenə görə də Qarabağ bir pillə yuvarlanacaq aşağıya, 20-ci pilləyə düşəcək. Daha sonra Qarabağdan sonra var burada, dəyərli dostlar, Monaco komandası. Monaco oynayacaq Juventusla. Juventus hal-hazırda 15-ci pillədədir, 12 xalı var. Amma Juventus qələbə qazanmaq istəyir ki, qələbə qazansa 15 xal düşəcək, ilk 8-də düşmə ehtimalı var. Ən azından özünü ilk 16-lıqda saxlamaq, play-off mərhələsində daha şanslı olmaq üçün, 16-da saxlamaq üçün qələbə qazanmağa çalışacaq və məncə Monaco-nu məğlub edəcək. Çünki Monaco çox zəif təsir bağışlayır bu il Çempionlar Liqasında. Və belə olduqda Monaco düşünmürəm ki, Qarabağı keçə bilsin. Hətta burada bir şey sizin nəzərinizə çatdırım. Heç-heçə etsə belə Qarabağı keçə bilmir Monaco. Amma qələbə qazansa keçə bilər. Daha sonra dəyərli dostlar, PSV Bavariya qarşılaşmasından danışım. PSV Bavariyanı çətin ki məğlub eləsin, amma Bavariyaya xal o qədər də vacib deyil. İkinci pillədədir. Çox güman ki, bu ikinci pilləni qoruyub saxlaya biləcək. Heç-heçə də bəs eləyir, yəni Bayern Münhenin burada qoruyub saxlamaq üçün. Amma PSV heç-heçə etsə Qarabağı keçə bilmir. 9 xalı olacaq. Amma qələbə qazansa Qarabağı keçə bilər ki, bu o qədər də inandırıcı görünmür. Ona görə də burada Qarabağın bir pillə gediləcəyini düşünmürəm. 20-ci pillədə hələ ki saxlayaq. Atletik Sporting qarşılaşmasında burada əslində kontorlar məhz Atletik Bilbao'nu şanslı sayırlar. Amma Sportingin bu ilki gücünü desən nəzərə almırlar. Mən düşünmürəm ki, Sporting burada məğlub olar. Ən pis halda heç-heçə edəcək. Və Atletik düşünmürəm ki, Qarabağa keçə bilsin. Amma məğlub etdiyi halda keçə bilər. Ajax Olympiakos oyununda isə, dəyərli dostlar, Ajax Olympiakos oyununda, bizdə Olympiakos da var. Burada görürsünüz, 8 xal var, gördüyünüz kimi. Olympiakos 3 xal qazansa, Qarabağı keçəcək və Ajax ona 100% xal verəcək. Çünki Ajax sözü bir Yunan kökənli klubdur. Hətta Ajax'ın adı Yunan tanrısının adıdır. Yunanlar tərəfindən qurulmuş bir komandadır. Ona görə düşünürəm ki, xüsusilə bu Türk komandası sayılır. Azərbaycan komandası da bir Türk dövlətinin komandası sayıldığına görə düşünürəm ki, Ajax komandası Olympiakos'a xal verəcək 11 xal və Qarabağı keçəcək Olympiakos. Və beləliklə Qarabağ 21-ci pilləyə yuvarlanacaq. Amma ən pis halda Atletik Sportingi məğlub edəndə 22-ci pilləyə düşə bilər. Cədvəl əsasında Qarabağdan sonraki Qarabağdan geridə olan komandaları analiz elədim ki, yəni Qarabağ neçənci yeri tuta bilər? Birinci bunu araşdırmalıyıq. Qarabağ 21, ən pis halda 22-ci yeri tutacaq. Ümumi statistikanı bir nəzərinizə çatdırım. Bir çox mütəxəssislərin, Opta Superkomputerinin fikrincə belə olacaq. Arsenal komandası birinci yeri tutacaq, Bavariya komandası ikinci yeri, Real Madrid üçüncü yeri, Liverpool 4, Tottenham 5, 6 PSG, 7 Barcelona, 8 Manchester City, 9 Atletico Madrid, 10 Juventus, 11 Chelsea, 15 Inter, 11 Chelsea üzrə, 12 Sporting, 13 Atalanta, 14 Newcastle, 15 Inter, 16 Borussia Dortmund, 17 Marseille, 18 Bayer Leverkusen, 19 Olympiakos, 20 Galatasaray, 21 Qarabağ, 22 Napoli, 23 Atletik Bilbao, 24 Monaco. Bunlar deməli növbəti mərhələyə yüksələn komandalardır. Və 25-ci yerdə göstərilir ki, PSV olacaq, 26-da Kopenhagen, 27-də Klub Brügge, 28-də Bodo Glimt, 30-da Benfica, 31-də Pafos, 32-də Ajax, 33-də
Eintracht Frankfurt, 34-də Slavia Praga, 35-də Villarreal və 36-cı yerdə Kairat komandası yer alacaq Opta superkompüterinin fikrincə. Belə olduğu halda, dəyərli dostlar, və bizim də hesablanmalarımızla təqribən üst-üstə düşür. Müəyyən cüzi fərqlər var, amma bizim hesablamamızla Opta superkompüterinin təxminləri üst-üstə düşür. Qarabağ komandası təqribən 21-22-ci yer tutaq ki, o zaman Qarabağ komandası kimlə qarşılaşacaq? İndi gələk qrafika. Bayaq göstərdiyim, dəyərli dostlar, grafikdə baxın. Biz nə dedik? Bayaqlar 21, bax yuxarıda sol köşədə, sol küncdə 21 Monaco, 22 PSV-dir hal-hazırda. Kimlə qarşılaşacaq? 11-ci yerdə olan Manchester City, 12-ci yerdə olan Atletico Madridlə. Bu indiki cədvələ görədir. Yəni hal-hazırdakı cədvələ görədir, dəyərli dostlar. Bu cədvəl dəyişəcək son turdan sonra. Və əgər 21 və ya 22-ci yerdə, tutaq ki, 21-ci yerdə oldu Qarabağ komandası, 22-ci yerdə də başqa bir komanda olacaq. Kim olacaq? 22-ci yerdə Napoli olacaq deyirlər. Və kimlə qarşılaşacaqlar? 11-12-ci yerdə olan komandalarla. Bu 11-12-də kim var? Chelsea və Sporting. Chelsea və Sporting olacaq ehtimallara görə 11-12-ci yerlərdə. Beləliklə, Qarabağ komandası playoff mərhələsində kimə rəqib ola bilər? 33% Chelsea, 33% Sporting komandası Qarabağın rəqibi ola bilər. Həmçinin bu komandalar Qalatasarayın da rəqibi ola bilərdir. Bu komandalardan biri. Digər tərəfdən Qarabağın bu komandalardan sonra hansı komandaların şansı var Qarabağla rəqib olmaq üçün? Atalanta İtaliya təmsilçisi və Newcastle İngiltərə təmsilçisinin deməli şansları belədir ki, Atalantanın 12%, Newcastle-ın 8% şansı var Qarabağla rəqib olmaq üçün. Juventus 6%, Atletico Madrid 4%. Digər klublar isə ümumilikdə 4% təşkil edir. Deməli, əsas gözlənilən rəqib Chelsea və Sportingdir. Sensasiya bir nəticələr qeydə alınmasa, çox güman ki, bunlardan biri Qarabağ komandasının rəqibi olacaq. Əgər Qarabağ 21 və ya 22-ci yerlərdə olarsa. Ola bilər ki, Qarabağ Liverpoolu məğlub edər, heç edər, daha yaxşı yerlərə gedər. Onda rəqiblərimiz daha aşağı pillələrdən olacaq ki, bu da bizim üçün əlverişli ola bilər. Amma indiki hal üçün təxminlər belədir ki, Qarabağın potensial rəqibləri Chelsea və Sportingdir. Təbii ki, ayın 28-29-u keçirilən oyunlardan sonra potensial rəqiblərimiz tam dəqiqləşəcək. 2 rəqibimiz olacaq. O 2 rəqibdən biri bizim bəxtimizə düşəcək. O da püşkatmalı ayın 30-unda sizlərə təqdim olunacaq canlı yayınlarda. Düşünürəm ki, siz də axıra qədər izləsəz və kanalımıza abunə olub bildirişi açıq tutsaq, canlı yayınlarımızı izləyə biləcəksiniz. Və dəyərli dostlar, bu arada son dəqiqə bir xəbərini də sizin nəzərinizə çatdırım. Belə ki, Qarabağ komandasının futbolçusu Elvin Cəfərquliyev ilə Türkiyənin Fənərbağça, Fransanın Saint-Étienne klubları yaxından maraqlanırlar və ciddi təkliflər var Qarabağ komandasına. Təbii ki, növbəti transfer videomuzda bunun detalları haqqında sizləri məlumatlandıracağıq. Təbii ki, bildirişləri açıq tutsanız, abunə olub bu videonu izləyə biləcəksiniz və məlumat ala biləcəksiniz. Növbəti transfer barəsində videolarımızda mütləq bu barədə danışacağıq. Bir də Qarabağın transferləri gözlənilir. Çünki Qarabağ playoff mərhələsində artıq yüksəlmə şansı əldə edib. Ona görə də transferlərini indidən reallaşdırmağa çalışacaq. Biz də uğurlar diliyirik və son olaraq dəyərli dostlar, siz nə düşünürsünüz? Qarabağ komandası son turda Liverpoolu məğlub edə bilərmi? Bir də Qarabağın Çempionlar Liqasının playoff mərhələsindəki potensial rəqiblərini necə dəyərləndirirsiniz? Dolayısıyla əslində Qalatasarayın da belə deyək, potensial rəqiblərini sizlərin nəzərinizə çatdırdım. Bir də istəyirsiniz qeyd edeyim, Qalatasaray komandasının potensial rəqibləri Qarabağ kimi ola bilər. Chelsea olsun, Sporting olsun, Atalanta, Newcastle ola bilər. Ehtimallar bu yöndədir və ola bilsin ki, Inter, Borussia Dortmund da Qalatasaraya rəqib ola bilər. Onların müəyyən qədər faizləri fərqlidir. Qarabağın isə Sporting əsas rəqibi olmağına əsas namizədlər Chelsea və Sporting komandalardır. Siz də fikirlərinizi yazın. Sizcə Qarabağa
kim rəqib olsa daha yaxşı olar. Və bu arada onu da qeyd edim ki, Qarabağ komandası Qalatasaray ilə rəqib ola bilər, amma 8-də 1 finala hər ikisi yüksəlsə bir-birinə rəqib olacaqlar. İndidən bunu da sizin nəzərinizə çatdırdım. Növbəti videoda görüşmək ümidi ilə ekranda gördüyünüz videolardan birini seçib izləməyi tövsiyə edirəm. Hələlik.